Selamun Aleyküm ve Rahmetullah. Aleykümselam və rəhmətullahi bərəkət. Mənim qrupda suallar var, istəyərik ki, onları cavablayardınız. Buyurun. Birinci sualda deyir ki, əzan zapt ilə verilməlidir, yoxsa canlı verilməlidir? Əzan bildiyimiz kimi ibadətdir və əzəmətli ibadətlərdəndir. Buna görə də onu hər hansı bir səs yazısı ilə, magnitofonla və s. bu kimi səsi qeyd edib o şəkildə vermək doğru deyil. Lakin müasir vasitələrdən istifadə edərək canlı şəkildə verilə bilər. Bəli, belə ki, mikrofonla, səs uzaldıcılar və digər bu kimi vasitələrdən istifadə edərək canlı olaraq verilməsində bir problem yoxdur. Yəni, əzanda əsas məqsəd odur ki, maksimum dərəcədə əzan ətrafa yayılsın. Yəni, çağırış daha da geniş şəkildə ətrafa yayılsın. Lakin onu hansısa bir səs yazısı ilə səsləndirmək və o şəkildə əzanı vermək isə doğru deyil. Yəni, bu artıq əzan sayılmır. Bu halda əzan verilmiş sayılmır. Digər sonra deyir, tərkibində donozun hər hansısa bir orqanı olan dərmanı içmək, atmaq olarmı? Bildiyimiz üzərə şəriətimiz haram vasitələrlə, haram bitki olsun, qida olsun, içəcək olsun və s. bu kimi şeylərlə müalicə olmanı qadağan edib. Yəni, bura içki də aiddir, donuz əti də aiddir və s. Və həmçinin onlara aid olan şeylərdir. Misal üçün, donuz ətinin hansısa bir hissəsi olsun, piyi olsun, qanı olsun və s. Madəm ki, o donuzdan bir hissədir, onu dərman vasitəsi kimi istifadə etmək haramdır, qadağandır. Lakin bir istisna hal vardır ki, əgər insan zərurət halında olarsa, belə ki, onun canı üçün təhlükə yaranarsa və başqa bir alternativ müalicə vasitəsi olmazsa, ölümlə belə deyək, üz-üzədirsə və s. bu halda hətta dinimiz içki də içməyi, donuz ətini yeməyi də təbii ki, yəni həddi aşmadan icazə verir. Yəni onu həyatda saxlayacaq dərəcədə ondan istifadə etməyi izin verir, bəli. Lakin qeyri halda isə olması haramdır. Bəs sünnə ilə müstəhəbin fərqi nədir? Sünnə ilə müstəhəb hökm, yəni savab baxımından eynidir. Yəni bu əməl sünnədir deyildikdə, yəni müstəhəb nəzərdə tutulur və bu əməl müstəhəbdir deyildikdə sünnə nəzərdə tutulur. Belə ki, o əməl ki, vaciblikdən aşağı dərəcədədir, ona deyilir ki, bu əməl sünnədir və yaxud da ki, bu əməl müstəhəbdir. Lakin təfsilata gəldikdə isə sünnə daha geniş məna əhatə edir. Lakin savab hökm baxımından isə sünnə ilə müstəhəb eynidir. Digər soruda deyilir ki, Quranı dinləyərək yatmaq olar. Burada təfsilat var. Əgər Quranı dinləyən şəxsin niyyəti sanki lay-lay səsi ilə yatmaq olarsa, yəni onu yuxuya versin deyə bunu qoyub dinləyərsə, bu olması xeyr, qadağandır. Çünki Quran-ı Kərim bunun üçün nazil olunur təbii ki. Lakin niyyəti Quran dinləməkdirsə, yatmadan öncə, bunda bir eyib yoxdur və həmin ərəfədə də yəni insanlıq halı olaraq yuxuya gedərsə, inşallah bunda qəbahət yoxdur. Lakin bunu adiləşdirməməlidir. Yəni niyyət, qəsd olmamalıdır ki, mən Quranı qulağımda dinləyim ki, mənim üçün yuxu gətirsin. Belə etmək doğru deyil. Digər soru deyir ki, öz-özümə birisi haqqında pis danışsam, qeybət sayılır. Bu qeybət sayılmır, lakin zənnə daxil ola bilər. Qeybət nə zaman olur? İnsanın onu dili ilə danışması, başqalarının yanında danışması. Bu artıq qeybət sayılır. Lakin qəlbində onu danışması, onun haqqında fikirləşməsi, pis fikirləşməsi və s. bu qeybət sayılmır, lakin pis zənnə daxil ola bilir. Bəli, bu da qadağandır. Lakin şək yoxdur ki, qeybətin haramlığı daha şiddətlidir, daha böyükdür və eyni zamanda da pis zənn də qeybətə aparan vasitələrdəndir. Necə ki, Allah-u Teala məhz Hucurat surəsində qeybətdən öncə pis zənni qeyd edir. Necə ki, Allah-u Teala buyurur ki, Ya eyyuhəllezine əmənu kitənibu kəsiran minəzzan. Ey iman gətirənlər, zənnin bəzisindən çəkinin. Və sonra isə Allah-u Teala qeybət etməyi zikr edir. Və la yaxtab ba'dukum ba'da. Bir-birinizin qeybətini etməyin. Demək ki, pis zənn insanı eyni zamanda nəyə apara bilir? Qeybətə apara bilir. Barakallahu fikum. Və fikum barak. Qadın ətri satmaq olar. Qadın ətri əsl olaraq halaldır. Yəni, qadının ətirdən istifadə etməsi və həmçinin də satıcının qadın ətri satmasında bir problem yoxdur.
Lakin həmin o qadın həmin ətri vuraraq bayıra çıxarsa və naməhrəmlər onun qoxusunu alarsa, təbii ki, şək yoxdur ki, bu haramdır və Allah Rəsulü sallallahu aleyhi və səlləm də bunu qadağan etmişdir. Həm qadın üçün günahdır və həmin qadın əgər evlidirsə, onun eyni zamanda həyat yoldaşına da, çünki ondan məsuldur, ona da günah yazılır və bildiyi halda, şək yoxdur ki, bildiyi halda göz yumarsa, məsuliyyətsizlik eləyərsə, ona da günah yazılır. Və həmçində satıcılar da əgər həmin o qadın o ətirlənib bayıra çıxacaqsa, bu halda həmin o qadına qadın ətrini satmaq doğru deyil, olmaz. Lakin bilsə ki, bu yalnız öz məhrəmlərinin yanında, evində, xüsusən də həyat yoldaşı üçün o qadın o ətirdən istifadə edəcəksə, bu halda isə bir mane problem yoxdur. Sual verilir ki, qəlbimizi kimdən, təşəbbüsdən, həsəddən necə qoruya bilərik? Qəlbi kimdən, həsəddən və bu kimi şeylərdən qorumaq üçün ən başlıcası qəlbimizi təmiz saxlamalıyıq. Müsəlman qardaşlarımıza qarşı və pissən və bu kimi şeylərdən qorumalıyıq ki, qəlbimizdə müsəlman qardaşlarımıza qarşı kin, nifaq, həsəd və bu kimi şeylər yaranmasın. Və eyni zamanda bilmək lazımdır ki, kimin qəlbi öz müsəlman qardaşlarına qarşı təmiz olarsa, bu sadaladığımız şeylərdən, onun üçün cənnət vardır. Və necə ki, bilirsiniz, məşhur bir hədis var. Allah Rəsulü sallallahu aleyhi və səlləm bir dəfə öz əshabı ilə məsciddə oturarkən bir nəfər kişi məscidə daxil olur və o daxil olmadan öncə Allah Rəsulü sallallahu aleyhi və səlləm deyir ki, az sonra sizin yanınıza bir nəfər daxil olacaq və o cənnət əhlindəndir. Və sahabədə deyir ki, az keçməmiş bir nəfər daxil oldu, saqqalından dəstəmazın suyu damcılayırdı və ayaqqabısını da qoltuğunun altına qoyaraq məscidə daxil oldu və sonra məscidə daxil olaraq 2 rükət namaz qıldı. Və bu şəkildə də namazını qılıb çıxdı. Və növbəti gün yenə Allah Rəsulü sallallahu aleyhi və səlləm eyni məclisdə deyir ki, az sonra sizin yanınıza bir kişi daxil olacaq, o cənnət əhlindəndir. Və yenə də eyni şeyi edib, dünən etdikləri şeyi təkrarlayır. Və növbəti 3-cü gündə də yenə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm eyni şeyi deyir və kişi yenə də daxil olur, 2 rükət namaz qılır və çıxır. Və sahabələr təəssüblənirlər və onlarda maraq yaranır ki, nəyə görə Allah Rəsulü sallallahu aleyhi və səlləm sırf onun üçün cənnət əhlindən olduğunu dedi. Və sahabələrdən biri onu izləmək üçün gedir evinə və evində 3 gün müddətində qonaq qalır. Və həmin o müddətdə də görür ki, onun əlavə bir namazı, əlavə bir orucu, əlavə bir ibadəti yoxdur. Yəni, onlardan seçiləcək bir, sahabələrdən seçiləcək bir, hansısa bir əməli ibadəti yoxdur. Və sahabə soruşur və deyir, ona xəbər edir ki, yəni xəbər verir ki, bəs Allah Rəsulü sallallahu aleyhi və səlləm sənin haqqında bu şeyləri dedi. Dedi ki, sən cənnət əhlindənsən. Və həmin sahabə də deyir ki, gördüyün kimi mənim əlavə bir ibadətim yoxdur, yəni sizdən seçilmirəm. Lakin mən hər yatmadan öncə qəlbimdə müsəlman qardaşlarıma qarşı heç bir kin, kudurət, yəni nifaq saxlamıram. Hamısını Allah üçün bağışlayıram qəlbimdə. Və məhz bu səbəbdən də Allah Rəsulü sallallahu aleyhi və səlləm onun cənnət əhlindən olduğunu söyləyir. Və biz də bu xeyrə nail olmaq üçün mütləq şəkildə qəlbimizdə müsəlman qardaşlara qarşı bu kimi şeyləri kindir, həsəddir, nifaqdır, küsüllükdür, pissəndir, hamısını təmizləməliyik ki, buna nail olaq. Bəli. Sual verir ki, belə bir hədis varmı ki, əzanı təkrarlayıb sonra dua etsən, duan qəbul olar? Bəli, əzan təkrarlandıqdan sonra necə ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurub ki, müəzzin əzan verərkən onun dediyi hamısı təkrarlanır. Sadəcə olaraq Hayya aləs-salah, hayya aləl-fəlah kəlmələrində la havlə və la quvvətə illə billah deyilir. Və eyni zamanda sübh namazında da bilirsiniz, əs-salatu xayrun minən-nəvm deyilir 2 dəfə və həmin yerdə də eyni şey təkrarlanır. Yəni la havlə və la quvvətə illə billah deyilmir. Və sonra isə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə salavat deyilir. Salavatın da formalarını bilirsiniz. Allahumma salli alə Muhammed və alə Muhammed.
və həmçinin kim uzatmaq istəyərsə problem yoxdur. Yəni ən əfsəl forması İbrahimiyyə salavatıdır və bu da namazda oxuduğumuz salavatdır, salavat forması və bu ən əfsəl formasıdır. Və sonra isə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm üçün şəfaət istəmək, məqam-ı Mahmudi istəmək daha doğrusu. Allahumma Rabbi hədihi dəvəti təmmə və salətəli qaimə ilə əxir. Müsəlman qalasında bu varid olub, vardır. Bundan sonra isə edilən dua bəli məqbuldur və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, iki əzan arasında, yəni nəzərdə tutulandır bu, əzan və iqamə arasındadır. Əzan və iqamə arasında edilən dua və yaxud da ki, dualar məqbuldur, yəni qəbuldur. Kim bu aralıqda dua edərsə, onun duası qəbul olar. Ona görə də müsəlman həris olmalıdır ki, əzan və iqamə arasında hətta az bir vaxt olsa belə dualar etsin. Hətta qısa olsa belə. Misal üçün deyək ki, çox az bir müddət qalıb, o dualardan da biri Allahumma Rabbənə ətinə fid dünya həsənə və fil əxirəti həsənə və qina əzəbənnar. Vaxt məhduddur. Lakin sən elə bir dua etməlisən ki, bu məhdud vaxtda həm bu dünyanı əhatə eləsin, həm də axirətini. Onlardan da biri zikr etdiyimiz bu duadır. Allahumma Rabbənə hədihdə Allahumma Rabbənə ətinə fid dünya həsənə və fil əxirəti həsənə və qina əzəbənnar. Ey Rəbbimiz, bizə həm bu dünyada, həm də axirətdə nədir? Həsənətlər, yaxşılıqlar əta et, bəxş et. Bəli. Və yaxud da ki, Allahumma inna əs'ələkəl muafət fid dünya vəl-əxirə. Allahım səndən həm bu dünyada, həm də axirətdə afiyət, salamatlıq diləyirəm. Və Allah Resulü sallallahu aleyhi ve sellemin ən çox etdiyi dualardan idi. Bir dediyimiz birinci dua və eyni zamanda ikinci dua. Əlhəmdə fürsətdə həmin o əzan və iqamə arasında müddət az olarsa, artıq müəzzin qalxıb iqamə verəcəksə, heç olmasa bu duaları etməyə həris ol. Bir də sual verir ki, birinci səhvdə olduğum halda yerimi ikinci səhvdən birisinə verə bilərəm. Şək yoxdur ki, birinci safda qılınan namaz ikinci safdan daha əfsəldir. Və ikinci safda da qılınan namaz üçüncü safdan daha əfsəldir və beləcə. Yəni imama nə qədər yaxın olursan, o qədər namazın savabı daha da çoxalır. Və necə ki Allah Resulü sallallahu aleyhi və səlləm saf məsələsində, birinci və ikinci saf məsələsində buyurmuşdur ki, İnna Allah və mələikətəhu yusalluna aləl-ləzini yusalluna fis-saffil əvvəl. Həqiqətən Allah və mələkləri birinci safda namaz qılanlara salavat deyər. Və sahabələr soruşurlar ki, ey Allahın Rəsulü, vəs-saffus-səni, bəs ikinci safda duranlar, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yenə təkrar deyir. Həqiqətən Allah və mələkləri birinci safda namaz qılanlara salavat deyər. Və sahabələr yenə soruşurlar ki, vəs-saffus-səni, bəs ikinci safda duranlar üçün. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yenə təkrarladıqdan sonra artıq üçüncü dəfə deyildi ki, vəs-saffus-səni və ikinci safda duranlara da Allah-u Teala salavat, Allah və mələkləri salavat deyər. Təbii ki, şək yoxdur ki, Allah və mələklərin də salavatı müsəlmanlar üçün bir fəzilətdir, üstünlükdür, xeyirdir. Lakin bu elə o demək deyil ki, ikinci safdan birinci saf eynidir. Yox, birinci saf ikinci safdan daha üstündür. Lakin ikinci safda qalanlar da bu hədisdə qeyd olunan savabı, xeyri götürmüş olur. Bu halda da baxmaq lazımdır. Əgər ikinci safda duran şəxs, yəni deyək ki, hansısa bir şeyxdir və yaxud da ki, səndən belə deyək də, müəllimdir və s. bu kimi. Yerini verə bilərsən. Misal üçün, xüsusən də sən imamın arxasındasansa və sənin arxanda dayanan, ikinci safda dayanan, deyək ki, Quran hafisidir və s. onu önə keçirmək daha yaxşıdır. Yəni, imam hansısa bir xətaya yol verərsə, imamın arxasında dayanan onun səhvini düzəldir. Və bu kimi qeyri hallarda. Cümləmizdə. Bir də sual ki, belə bir şey var ki, mələklər günahı 6 saatdan sonra yazır. Bəli. Mələklər möhlət verir, gözləyərlər. Bildiyimiz kimi, hər bir insanın sağında və solunda yazan mələklər vardır. Sağ çiyində olanlar onun salih əməllərini, sol çiyində olanlar isə onun
günahlarını yazarlar. Və həmin o mələklər də insan günah etdiyi zaman və gözləyərlər. Hətta o günahından tövbə edənə qədər. Yəni yazmazlar onun günah dəftərinə. Möhlət verərlər, gözləyərlər həmin bu vaxtda. Misal üçün, gündüz vaxtı günah eləyərsə, axşama çıxana qədər, yəni günəş batana qədər, gecə vaxtı eləyərsə, gündüzə, sabaha qədər möhlət verərlər. Yəni onun günah dəftərinə bu etdiyi, işləmiş olduğu günahı qeyd etməzlər. Lakin həmin o müddət ərəfəsində tövbə etməzsə, onun günahı onun günah dəftərinə yazılar. Və yenə də əgər o günahından bu müddətdən sonra tövbə edərsə və tövbəsinin şərtlərini yerinə yetirərsə, şək yoxdur ki, Allah-u Teala tövbələri qəbul edəndir. Lakin onun əməl dəftərində, o günah dəftərində həmin o günahı qalar. Və Allah-u Teala da onu qiyamət günündə, əgər tövbə ilə həmin o günahdan Allahın hüzuruna çıxarsa, belə olan halda da Allah-u Teala onun günahını örtər və bağışlayar. Evet. Onlar sual. Buyurun. Tövbənin şərtləri nedir? Tövbənin şərtləri nələrdir? Tövbənin şərtləri ən başda birincisi tövbə edərkən günahdan peşmançılıq, günahdan peşman olmaq. Çünki Allah Rasulü sallallahu aleyhi ve sellem deyir ki, Ən-nədəmut təvbə. Peşmançılıq tövbədir. Düzdür, yəni tövbənin başqa şərtləri də var. Lakin tövbədə əsas şərtlərdən biri həmin o günahdan peşmançılıq çəkməkdir. Hətta elm əhli deyir ki, insanın gözündən yaş gəlməlidir. Yəni, bu da insanın tövbəsinin güclülüyünə, səmimiliyinə dəlalət edən şərtlərdən biridir. Yəni peşmançılıq nə qədər güclü olarsa, onun tövbəsinin dərəcəsi də o qədər güclü olar. Və həmçinin tövbə etdikdən sonra həmin o günahı dərhal tərk eləmək. Yəni insan günah elə tövbə etsə, onun tövbəsi qəbul deyil. Misal üçün, deyək ki, içki içir. İçki içə tövbə elə. Deyir ki, mən Rəbbimə tövbə elədim bu günahdan. Xeyr, onun tövbəsi qəbul deyil. İkinci də dedi ki, həmin o günahı tərk eləməlidir. Üçüncüsü, o günahı bir də etməməyə əzm etməlidir. Baxın, burada diqqət edin, demədik ki, o günahı bir də etməməlidir. Dedik ki, o günahı etməməyə əzm göstərməlidir. Çünki ola bilsin ki, nə vaxtsa yenə imanı zəifləsin, o günahı yenə düşsün, yenə tövbə eləməlidir. Yəni, bu baş verə bilər. Lakin onun birincisi tövbəsi pozulurmu? Cavab odur ki, xeyr. Əgər tövbənin şərtlərini yerinə yetirərsə, əzm göstərərsə ki, mən bu günaha qayıtmayacağam, lakin imanı zəifləyərsə, yenə bu günaha düşərsə, qayıdarsa, onun tövbəsi səhihdir inşallah. Lakin əzm etməzsə, nəfsində deyərsə ki, hə, nə vaxtsa yenə eləyəcəm, baxmayaraq ki, yenə peşmançılıq çəkir və günaha tərk edir, xeyr, onun tövbəsi qəbul edilir. Çünki dedi ki, üçüncü şərtdə o günahı qayıtmamaq üçün əzm göstərməlidir. Və dördüncüsü isə tövbəni vaxtında etməlidir. Bu da nədir? Tövbənin iki vaxtı var. Bir xüsusi vaxtı, bir ümumi vaxtı. Xüsusi vaxtı, necə ki Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, ruh bədəndən çıxarkən, yəni qarqara halında artıq pərdə götürülür, insan öz ruhunun bədəndən çıxmasını gözü ilə görür. Bu halda tövbə qapısı artıq bağlanır. Sən desən ki, mən Rəbbimə tövbə etdim, qəbul deyil. Necə ki, bilirsiniz, Musa əleyhissalamın qissəsini o zaman ki, Allah-u Teala Fironun ordusunu məhv eləyib, Fironla bərabər dənizdə boğularkən, onlar nə deyirlər? Allah-u Teala Ərəf surəsində onlar haqqında buyurur ki, Qalu əmənnə bi Rabbil aləmin, Rabbi Musa və Harun. Dedilər ki, biz aləmlərin Rəbbinə iman gətirdik, Musanın və Harunun Rəbbinə iman gətirdik. Lakin onların bu imanı onlara fayda verdi mi? Yox. Çünki artıq onlar ölümlə üzləşmişdilər. Artıq onlar suya qərq olmuşlar. Bu halda onların etdikləri tövbə, gətirdikləri iman onlara fayda vermədi. Beləcə də həmin o insan artıq onun
gözündən bu pərdə qalxıb ölüm mələyini görərsə, artıq onun tövbəsi fayda verməz. Bu dedik xüsusi haldır, bu hər bir kəsə aiddir. Bir də var ümumi hal. Ümumi hal isə bu qiyamətin əlamətlərindəndir. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, günəş batdığı yerdən çıxana qədər tövbə qapısı açıqdır. Günəş batdığı yerdən çıxana qədər. Bilirsiniz, günəş şərqdən çıxır, qərbdə batır. Lakin qiyamətin əlamətlərindən biri odur ki, böyük əlamətlərindən biri odur ki, günəş qərbdən çıxacaq, batdığı yerdən çıxacaq, çıxdığı yerdə batacaq, yəni şərqdə batacaq. Bu artıq qiyamətin əlamətidir ki, artıq insan görəcək ki, qiyamət qopur. İman gətirib tövbə etsə, onun tövbəsi qəbul deyil. Və dedik ki, 4-cü şərtdə tövbəni vaxtında etmək. Və ixlas öz yerində təbii ki, ixlaslı olmalıdır. Yəni, insan tövbəni eləyərkən zaten ixlasla etməlidir, Rəbbi üçün etməlidir. Hansısa bir şəxsə görə, öz statusuna, vəzifəsinə görə və s. bu dünya mənfəəti üçün etməməlidir, Allah üçün etməlidir. Və növbəti şərt isə, bu da əlavə bir şərtdir, əgər qul haqqı olarsa, qul haqqı ödənməlidir. Ola bilsin ki, insan oğurluq edib, yaxud da ki, kiməsə zülm edib, dediyimiz bütün şərtləri yerinə yetirib. Günahdan peşmançılıq, günahı bir daha qayıtmamaq, günahı tərk etmək və s. Lakin qul haqqı olarsa, Allah Teala o günahı bağışlamaz. Nəyə görə? Çünki Allah Teala öz haqqını bağışladı, keçdi. Qul haqqını isə onun halallığı olmadan bağışlamaz. Lakin əgər bu dünyada həmin o haqq sahibi ilə halallaşmazsa, qiyamətə qalarsa, artıq tövbə etsə belə onun tövbəsi qəbul deyil. Yəni haqq sahibinə Allah Teala izin verəcək ki, haqqını alsın həmin o şəxsdən. Lakin halallaşarsa, onunla məsələ bitir. Əlhəmdülillah, yəni onun tövbəsi qəbuldur. Allaha inanıb, Rəsuluna inanmaq. Deyir Allah var. Bəli. Deyirsən ki, o Rəsul var. Deyir, mən onu heç kimi inanmam. Rəsul Allah'a inanmam. Eyni sualı mən sizə verirəm. Bunun imanı kamildir, imanı keçərlidir, yoxsa yox? Bəli. Bilirsiniz, məşhur Cəbrail hədisində, Cibril hədisi deyilir. Cəbrail əleyhissalam insan formasında gəlir. Yəni uzun bir hədisi mən qısa olaraq orada bizə lazım olan hissəsini qeyd edəcəm. Cəbrail əleyhissalam gəlir Peyğəmbərimiz sallallahu əleyhi və səlləmdən İslam, iman və ihsan barəsində soruşur. İman barəsində soruşduqda Peyğəmbərimiz sallallahu əleyhi və səlləm necə cavab verir? Ən tu'minə billahi və mələikətihi və kutubihi və rusulihi və l-yevmil əxir və tu'minə billahi bil qədrihi xeyrihi və şərrihi. Allaha, mələklərinə, kitablarına, rəsullarına, axirət gününə, bir də qəza və qədərin xeyrinə və şərrinə iman gətirmək. İmanın 6 şərti yerinə yetməzsə, o iman fayda verməz. Bir insan imanın bu 5 şərtinin hamısını iman gətirir. Allaha, mələklərinə, rəsullarına, kitablarına və s. Lakin desə ki, axirət boş şeydir, onun imanı ona fayda verməz. Desə ki, mən hamısını qəbul edirəm, rəsulları qəbul eləmirəm, onun imanı kamil deyil, imanı ona fayda verməz, kafirdir. Müsəlman deyil. Mütləq şəkildə iman kamil olması üçün imanın bu 6 şərtin hamısı gerçəkləşməlidir. Cümləmiz. Bir də sual var ki, balıq tanı deyir, biz qarmağa canlı şəkildə balığı qurdu, taxıb atırıq. Yəni bu icazəli deyil. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, necə ki, elm əhli ilə bu hədisə dayanaraq deyirlər ki, heyvanlara əziyyət vermək olmaz və hətta həşərat olsa belə. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, öldürərkən də gözəl şəkildə öldürün. Və digər vasitələr olsa nə gözəl, yəni misal üçün jımıq deyirlər, ondan istifadə eləmək və yaxud da ki, xamırdan və buna bənzər digər vasitələrdən istifadə etməkdə bir problem yoxdur. Lakin canlıları istifadə eləmək doğru deyil, hətta həşərat olsa belə. Yəni balıq, kiçik balıq və yaxud da ki, qurd, soxulcan və s. olsa belə doğru deyil. Onlara çünki əziyyətli və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm canlılara əvəz yerə əziyyət verməyi qadağan etmişdir. Allah razı olsun. Və fiikum barakallah.